Səni getdikdən sonra da rahat buraxmadılar. Hələ də günahkar bilirlər, arxanca danışırlar. Bu o deməkdir ki, onlar sənin qarşında özləri məyus hiss edirlər. Sənin yoxluğunda özlərin zəif hiss edirlər. Çünki artıq təmənnasız, yorulmadan yaxşılıq edən adam getdi. Onlar çox gec anladılar ki, sənə şər atmaq yox, dəyər vermək lazım idi. Ona görə indi sənə söz atırlar ki, onlara diqqət edəsən. Sən belə rahat yaşayırsan deyə bu onlara çox pis təsir edir. Artıq pis olma. Bir dəfə səni həyatından çıxaran yenə çıxarar. Özünü sənə dəyər verən insanların yanında görmürsənsə, direktə yazıb seansıma qoşul ki, layiq olduğun insani dəyəri görə biləsən. Küstürmə sənə baxarkən gözlərinin içi gülən insanı. Sonra görməzdən gələrlər. Qaldıra bilməzsən.